son dövrlərdə boşanmaların sayı artıb. Boşanma mədəniyyəti hələ yox. Qadın öz ərinə tabe olması, onu ailənin başçısı hesab etməsi bu azadlıqdan məhrum olmadı mı? Gəlim getdi, bu filan kəs saxladı, mən də dodağımı şikin, bəlkə mənə meyil artar. Şəxsin mənim özümün diqqətimi cəlb edir. Elə bir kişi yoxdur ki, iri arxa, iri sinə xoşlamasın. TikTokda Əlizadəni dinləyən qızına mentallıq adı altında Sovetdən qalan müəyyən dəyər təbliğ eləməyə çalışır. O qadının, qonşunun iPhone 17-si var, məndə də olmalı. Qadınlar sizi bu yolla Allahda pulunuzu xərclətdirməsinlər deyirəm. Qadın başınızı elə oynatacaq ki, xəbəriniz olmaz. 14 yaşında qız evdən qaçır. Evlilikdən qabaq cinsi əlaqəyə girməyin oğlanlar. Salam dostlar, hər vaxtınız xeyir olsun. Qara Qırmızı podkastımız yenidən efirdədir. Biraz ara vermişdik işlərlə bağlı olaraq. Amma bugün yenidən qayıtdıq və qonağımız isə psixoterapevt Əlin Ağayevdir. Əlin müəllim, xoş gördük sizi. Uzun müddət fasilədən sonra sizinlə başladıq. Ayağım düşərli olsun. Bir dükana girəndə mən baxırsan ki, 3-5 dənə əlavə alıcı doldu ora. Düz özlərinə demirəm, amma burada sizə deyim ki, ayağım yüngüldür. Sağlı olsun, yaxşı olar yəqin. Bu ayağı yüngüllük məsələsinə inanırsınız siz? İnanmıram, dəqiq bilirəm ki, mənim ayağım yüngüldür. Amma belə inancları qəbul etməyən biriyəm. Mən inanclara çalışıram məntiqlə baxam. Çünki bizim bu dünyada yeganə silahımız məntiqdir. Hisslər bizi aldada bilər. Dərəkəmiz bu enerjidir də yəqin ki. Bu bir zarafatdır. Deməli, bugünkü mövzumuzu biz təəssüf ki, bu yöndə seçməmişik inanclarla bağlı. Növbəti podkastlarda bu barədə danışardıq. Daha çox ailə, məişət, xəyanət mövzusunda bugün istəyirik danışaq. İnsanın düşüncəsinə nə varsa mənim sahəmdə onsuz da ona görə böyük həvəslə cavab verəcəm təbii. Xüsusilə sizin suallar Bahadır bəy. Çox sağ ol, təşəkkür edirəm. Əli bəy, bu bir statistikadır mı, yoxsa əvvəldə belə olub, statistikası olmayıb nədirsə, son dövrlərdə boşanmaların sayı artıb. Hətta deyilənə görə 2 nəfərdən biri boşanır. Artıq bu ailələrin dağılmasının, yəni müasir dövrdə səbəbi sizcə nədir? Sevgisizlikdirmi, sosial şəbəkədirmi? Nədir bunların səbəbi? Çox geniş cavab veriləsi sualdır. Çünki mən professional mütəxəssisəm, psixoterapevtdən və ailələrlə işləyirəm. Sistem terapiyası deyirlər buna. Sistem nə demək? Sistem odur ki, bir evin içində bir fərd yox, bir neçə fərdin qarşılıqlı münasibətləri. Ailə də o qəbildəndir. Boşanma anlayışı ümumiyyətlə tabi qədimdən var. Yalnız xristianlığın klassik formatında katolisizmdə boşanma icazəsi yoxdur mən bildiyimə görə. Amma qalan hallarda bəşəriyyət tarix boyunca cütlərin birləşib aralanması mövcud olubdur. Amma indi niyə artıb? Bir Pandora yeşiyi var, Pandora qutusu, belə bir əfsanə var. Yunan ilahəsi Pandora, günahların gizlədildiyi, pis əməllərin haqqında məlumatın gizlədildiyi ilahi yeşiyi açır və bütün pisliklər, bütün gizli şuuraltılar hamısı üzə çıxır. Pandora yeşiyi bizim şuuraltımızdır. Çox Yunan mifologiyasında psixoterapiya elementləri var, psixoanaliz elementləri var, analitik psixologiya elementləri var. Və Pandora qutusu bizim şuuraltımızdır. Bizim o Freydin təbirincə desək, id dediyimiz o şuuraltın istəkləri üzə çıxıb. Sovetin ailə quruluşu Sovet cəmiyyətinin vinti idi, bir hissəsi idi. Elə bilin arı pətəyinin bir pətəyi ailə idi. Soveti böyük arı pətəyinə bənzətsək, onun bir pətəkçiyi, bir dəliyi bir ailə idi. Ona görə Sovet təfəkküründə yaygın idi ki, boşanmaq olmaz. Desək ki, bu İslam dinindən gəlib, xeyr. Bu İslam dinindən gəlməyib. Boşanmaq olmaz, amma Sovet bir arvaddan artıq almağa da qoymurdu. Hə də bir problem o idi da elə. Bu zarafatdır təbii, xanımlarımız inciməsin. Mən məsələn, poliqamiya tərəfdarı deyiləm. İnsan mənəviyyatına əslində ziddir. Niyə ziddir? Çünki özünə rəva görmədiyini başqasına rəva görməməlisən. Sənin necə rəftar olmaq istəyirsənsə, qarşıdakına elə rəftar eləməlisən. Məncə bu qızıl prinsipdir və dinlərin təkcə prinsipi deyil, mənəviyyatın prinsipidir və insan haqlarının prinsipidir. Bu mənada birə-bir olmalıdır.
Bunu bəyənmədin, başqasından olmaq üçün buna ayrılmalısan. Sovet dövründə yenə deyirəm, ailə dəyərləri mentallıqda proqram kimi oturtulmuşdu. Əzab çəkəcəksən, amma ailən dağılmayacaq. Zəhər olacaq. Sifariş idi bu deyirsiniz, dövlətin bu dövlətin bəli idarə etmə asanlaşdırılması üçün idi. İdarə etməni yalnız sistemləşdirəndə asanlaşdırmaq olur. Məsələn, dinləri, dünyadakı dinlər də bu cür qurulur, dini cərəyanlar da bu cür qurulur. Yəni cəmiyyətin hücrələri bu cür qurulur. Mənim bir məqamı idarə etməyim üçün gərək orada mənim anlaşılan sistemim olsun. Ailə də Sovetin qapalı təfəkkürü üçün anlaşılan sistem idi. O daha yaxşı sistem imiş də onda bu. Yaxşı deyə bilmərəm. Çünki mən hər gün olan 7-10%-imin içində Sovetdən doğan törəyən, Sovet ailəsindən ki, onlarda bəli pozitiv məqamlar da var, amma negativlər də var. Deyə bilmərəm ki, ideal idi və əla idi, yox. Sovetin doğduğu uşaqların uşaqları və uşaqların özləri gəlirlər. Yaş 40-dan yuxarı Sovetin içimən qarışıq. Sovetin təfəkkürün çökdüyü, proqramlaşdırdığı çocuklardır, uşaqlardır. Onların da uşaqları artıq o X və Z nəsli ki var, onlar da artıq həmin o dönəmdən qalan problemləri yaşayırlar. Necə yaşayırlar? Uşağın atası, 14 yaşında qızın atasının tərbiyəsi aldığı ailə Sovet ailəsi idi. O ata Sovet ənənəsi ilə qızına, 14 yaşında qızına, TikTokda Əlizadəni dinləyən qızına mentallıq adı altında Sovetdən qalan müəyyən dəyər təbliğ eləməyə çalışır. Olur nəsil arası konflikt. 14 yaşında qız evdən qaçır. TikTok açır, Əlizadəyə baxır. Misal üçün. Mən demirəm, bu pisdir, yaxşı da. Sözümün canı var ki, nəsillər arası toqquşmaların səbəbi... Əlizədə kimdir? Bir reper Azərbaycan əsilli. Türkiyədə bir Azərbaycan əsilli reperimiz var. Misal üçün dedim o. Mən çünki yeniyetmələrlə işləyirəm. Onların dünya görüşündən bir xəbərim var. Kimi sevirlər. Məsələn, Doja Cat'a qulaq asırlarsa, onu da bilməliyəm ki, Doja Cat nə oxuyur. Çünki mən psixoterapevtim. Nəyə çağırır? Ona görə bunlar haqqında düşünəndə görürsən ki, o ailədəki münasibət niyə elə olur? Niyə ata ilə qız arasında? Ata qızını döyür, qız evdən qaçır. Ana qızını döyür, qız evdən qaçır. Niyə belə olur? Ya intihara cəhd edir. Yaxud da instituta mütləq girməlisən instituta. Qız imtahandan girim, qabaq özünü asır öldürür ki, mən hazır deyiləm imtihana. Mənə pis baxacaqlar, atam anam məni sevməyəcək. Yəni, mən negativləri görməliyəm, çünki mən psixoterapevtəm. Bəli, Sovet ailəsinin pozitivi nə idi? O təkcə bizdə deyil ki, İtalyan ailəsində də var o pozitiv, Amerikan ailəsində də var. Ailələr üçün yığışıb bayramları qeyd eləmək, doğmalıq hissi içində olmaq var idisə, mən tərəfdarıyam. Yəni, ailədə doğmalıq, qohumlar arasında sevgi, müəyyən bölgələrimizdə bu var, hələ də qalıb. Bayramlarda yığışmalar, deyif gülmələr, zarafatdan inciməmələr varsa, alimlər bu dəqiqə sübut edib ki, uzun ömürlüyün sirlərindən biri belə ailə tipidir. Necə ailə? Qohum-qardaş birgə yığışır, tədbirlər keçirir, tez-tez görüşür, doğmalıq içində olurlar. Mənim hələ də yadımdadır Sovet dövründə yeni il axşamlarında dayılarım bizə gəlməsi, xala, bibi, əbi, hamısının yığışmağı, onda TikTok yox idi. Onda TikTok da yox idi. Amma TikTok buna mane olmadı. Onda da başqa şeylər. Düşünürəm ki, əslində indi bu sualımızdan çox uzaqlaşmayaq. Bu ailələrin dağılma səbəbi. Niyə boşanırdı? Ona gətirin. Ona görə boşanırlar ki, Pandora qutusu açılıb. İnsanlara deyiblər ki, ailə yox, sən vacibsən. İnsanlar deyirlər ki, sənin xoşbəxtliyin və rahatlığın vacibdir. Bunu çox kobud formada bizim yarımçıq psixoloqlar deyirəm onlara mən. Parapsixoloqlar. Bir var parapsixoloq, o da bir yanlış bir avantüradır, fırıldaqdır. Bir də var parapsixoloq zarafatla. Yarım psixoloqlar var. Amerikadan nə təhsil alıb, etnopsixologiyanı nəzərə almadan bizə yedirdirlər. Ki, ancaq sən özü düşünməlisən. Bu da ikinci belə informasiya səbəbidir. Bu da ikinci səbəbdir. Çoxlu digər səbəblər də var. Yəni, əsas səbəb nədir? İnsan başa düşüb ki, mən boşana bilərəm. Mənim buna haqqım var. Bu pisdirmi, ya yaxşıdırmı? Bunu siz fikirləşin. Amma məsələn, tutaq ki, 22-23 yaşında bir qız, hələ deyək ki... Amma boşanma üzrəsində, boşanma haqqını biliblər. Boşanma mədəniyyəti hələ yoxdur. Bu ayrı söhbət. O heç də dava qırğın, qaynana gəlinsə. Boşanma mədəniyyəti də yoxdur. Yəni, boşandısa uşaqlara manipulyasiya və digər problemlər. Peşman da olurlar axı. Elə bilirlər ki, öz ayaqları üstə dura biləcəklər, amma bir müddətdən sonra məsələn bir müsahibəni gördüm. Mən bir qadın idi, bir 30 yaşında qadın. Dedim mən indiki ağlım olsaydı boşanmazdım. Deyil kimi peşmanam. Çünki boşanma var, elə bilirlər ki, boşanıb həqiqətən də bir şey eləyəcəklər də, yəni inqilab eləyəcəklər, amma hamısı eləyə bilmirlər axırısı. Bax, yenə qayıdırıq Sovet təfəkkürünə. Kişi qazanmalıdır, qadın yeməlidir. Bunu ana qızını öyrətdi. Sonra bu qız ərə getdi. Sonra o eşitdi ki, boşana da bilərəmmiş. Ərim məni incidirsə, incitmək də nəymiş, mənə iPhone almadı axırıncı, misal üçün. Bu boşanma mən də əleyhinə, bu mənasız və
cılız bir səbəbdir əslində. Bu səbəb nədir? Qadının nəsə sui-istifadə etməyə çalışması. Amma bir qadın ki, kişi əlinə baxmağı öyrənibdir, ərindən boşanıb başqa kişi axtaracaq əlinə baxmağa. Heç kimə nə inciməsin. Avropada bu cür deyil axı. Avropada 100 il boyunca qadın boşanma, dava, feminist ortaya çıxardı. Baxmayaraq ki, Azərbaycanda Avropanı da nəzərə alsaq, bütün dünyada bəlkə də şərqin içində 100% qadın hüquqlarının təsbit olunduğu ilk ölkəyik biz. Hətta 18-ci ildə 1918-də seçki hüquqları verilən ilk ölkəyik. Amma mentallıq ayrı şeydir, də oturmuş mentallıq. Və sonra Sovetdə möhkəmləndirilmiş mentallıq. Daş kimi betonlaşmış mentallıq. Mən son statistikalara baxıram, sözünüzü unutmayın. Məsələn, biz Avropanı qabaqlamışıq. Məsələn, boşanmada. Məsələn, tutaq ki, İtaliyanın statistikaya baxıram, boşanma faizi çox aşağıdır. Aydındır. Mən biraz çobud misal deyəcəm. Yay nə qədər çox gərərsənsə, bu cür deyək misal, bu daha yaxşı misaldır. Buraxanda ox nə qədər gedəcək? Daha uzağa gedəcək, eləmi? Siz bizi illərlə, əsrlərdə Yenə sıxıblar. gəlir Sovet ailə sisteminin yanlışlığına bəli. Sıxıblar bizi deyirsiniz. Sıxıb buraxanda nə olacaq? Sovet, əlbəttə ki, Sovet sıxmayıb axı. Bizi dindarlar da sıxıb axı. Məsələn, İslam dini də sıxıb axı. Dində boşanma azadlığı var. Tamam, var boşanma azadlığı. Amma məsələn, qadını ömür boyu məsələn qoymayıb işləməyə, məsələn dindarlar. Hətta məktəbə getməyə qoymayıb. 9-cu Yaxşı, gəl onda razılaşaq. Bəli. Sovetə qədər din sıxıb, Sovetdən sonra Sovet üstünə qoyub. Mən bayaq əslində elə cümlə işlətdim. Sovet biraz qadına azadlıq vermişdi də, o azad qadın heykəli falan. Ümumiyyətlə Sovetdə biz 20-ci illərdə cinsi inqilab, seksual inqilab da olub. Araşdırın Sovetin tarixini. 5-10 il ərzində Stalin axırda onun qarşısını kəsənə qədər kim kimlə cinsi əlaqə istəyər, girər deyə hətta bu həddə qədər çatmışdı. Kommunistlər hər şeyə qarşı çıxırdılar. Ənənəvi ailə dəyəri, dini dəyər, hər şeyə qarşı çıxırdılar. O da həmin o yay məsələsi idi. Nə idi yay məsələsi? Sıxırsan, buraxanda daha geniş açılır. Və yaxud da oxu daha çox geri dartsan, daha çox uzağa gedəcək. Yəni insan psixologiyası da belə. Qadına azadlıq verilib də belə deyək. İndi bəlkə amma mən izah edə bilmədim boşanma bütün. İzah edəcəyik. Sual-cavab əsasında çıxacaq yəni. Yox, buyurun. Yox, istəyirəm sual-cavab əsasında çıxsın meydana. Bax, indi biz deyirik ki, qadına azadlıq. Hətta bir feminist yaranıb. Niyə görə məsələn kişilərə müdafiə edən bir qurum, belə deyək də bir təşkilat yoxdur, onu da bir başa düşə bilmirəm. Niyə görə bu, bax indi qadın azadlığı deyərkən biz nə nəzərdə tutulur? Məsələn, qabağıma bir Sərdar Cəlalovun bir müsahibəsi çıxdı, deyir ki, siz niyə görə məsələn biz əskərliyə gedirik, sizin amalınızıq, siz yəni hüququmuz bərabərsin. Hüququmuz bərabərsin. Bax bu, məsələn, indi fiziki bədən quruluşu olaraq mən qadından güclüyəm də, yəni mən daş daşıya bilirəm, silah tuta bilirəm, nə bilim... Ən yaxşı snayperlər qadınlar olub, bilirsiniz? Tamam, onu başa düşdüm. Yəni silahı bu tərəfə qoyaq. Məsələn, tutaq ki, daha ağır işlərdə işləyə bilirəm, daş kəsə bilirəm. Yox, ən ağır iş uşaq doğmaqdır ki, qadın bizdən yaxşı bacarır, biz bacarmırıq. Sualımı qoy verim də, sualımı verim. Bir qadını yanına tutaq ki, it gəlir, tutaq ki, üstünə. Yəni, mən qabağa verə bilirəm də özümü. Niyə görə qadın azadlığı deyərkən biz kişinin himayəsinə sığınmağı, onun azadlığına elə bir ki, məhrum olunmuş kimi görürük. Qadın öz ərinə tabe olması, onu ailənin başçısı hesab etməsi bu azadlıqdan məhrum olmadı mı? Aydın. Allahlı qadınlar var, Allahsız qadınlar var. Söhbət dindən getmir. Dindən getmir. Mənim məsələn mental yoga təlimçisiyəm, psixoterapevt kimi və əbədi həyatın sirri, bu həyatda rahat yaşamağın sirri, bu dünyaya baxış bucağını dəyişməkdir. Qadın var ki, müəyyən ənənələrlə böyüyübdür. O da baxış bucağı dəyişmir. Onun baxış bucağı mentallıq proqramla formalaşıb. O qadın kişinin himayəsində olmağı öyrəşibdir, o himayədən çıxmaq istəməzdi. Bayaq dediyim kimi. Boşanma haqqında eşidir, amma himayədə olmaq proqramı var həmişə. Bəyənmədiyi ərdən boşanır, düzdürmü? Başqa bir ərə. Qaçır, amma yenə himayə axtarır. Məsələ bu da sadə deyil. Yəni bu qədər sadə deyil ki, durub biz kişi hakimiyyətini itirmək qorxusu ilə qadınların boşanmasına qarşı çıxaq. Hər gün əzən, döyən, söyən ər var. Orada qadın qalmaq şey deyil, yəni doğru da deyil. Amma qadın niyə himayədən çıxmaq istəyir? Çünki himayədar pis gündədir. Himayədar onu himayə etmək əvəzinə xəyanət eləyir,
Himayədar onu himayə etmək əvəzinə onu bir kasıb daxmada saxlayıb başqasına bir gözəl gün yaşadır. Qadın himayədən ona görə çıxmaq istəyir. Himayədar kimdir? Bax, o sualdır. Himayədar olsa, qadın himayədən çıxmaq istəmir. İstəməzdir. Qadın təbiəti var. Himayədarlarımız nə gündədir? Biz nə gündəyik? Biz kişilər nə vəziyyətdəyik? Bundan bir sual verək də. Və bu da yenə Sovet ailəsindən qalma problemli tezislərdən biridir. Sovet ailəsi pis olub demirəm, yox. Orada doğmalıq və sevgi var idisə, o çox gözəl idi. Var idi ailələrin çoxunda doğmalıq və sevgi yaradılırdı. Amma psixi travmalar həll olunmurdu. İllər boyu sıxılan yay onu deyirəm də. Zülmkarlığa qarşı ər nə ilə desin dözməlisən bir əqidəsi var idi, xüsusilə bizim tərəflərdə Azərbaycan və Qafqaz ərazisində, Orta Asiyada həmçinin. Yəni bunlar hamısı gətirib bugünkü mənzərəyə gətirib çıxardır. Qadın himayə istəyir öz təbiəti etibarilə. Bayaq Allahla deyən nə demək istəyirəm? Qadında bir qüvvə var. Bayaq dediyində it cumanda. İt cumanda kişinin ağlına gələn ilk fikir nədir? Qorusun da. Döyüşməkdir. Döyüşmək. Amma qadında qadın iti elə sığallaya bilər ki, it hər dəfə onun üstə cumar, amma yemək üçün yox, sığallanmaq üçün. Qapıda it saxlayana bilir mən nə deyirəm. Xüsusilə erkək itin taleyinə baxın, evdəki xanımlara çox mehribandır. Yəni, qadın bizdən çox güclüdür. Bax, bu 7 milyard nə qədər insan sayır planetində? 8 milyarda yaxın aşırı. Özünü qadınlardan üstün hesab edən mənim dəyərli həmcinslərim. Mənim 52 yaşım var, qadınlarla ünsiyyət təcrübəm həm şəxsi həyatımda, həm də iş həyatımda çox yüksəkdir, çox dərəcəsi çoxdur. Və bu ünsiyyət təcrübəsi onu mənə deyir. Qadın başınıza elə oynatacaq ki, xəbəriniz olmaz. Bilirsiniz niyə? Qadınlar özünüzdən aşağı hesab eləyən, müdrik olmayan həmcinslərim. Hamınız bu dünyaya qadının bətnindən düşüb gəlmişsiniz. İçi mən qarışıq. Tamam. Yəni bu o demək ki, qadın bizdən üstündür. Amma qadının üstünlüyü hansı sahədədir? Onu vurğulayaq da. Qadının üstünlüyü sevgidə, mərhəmətdə, nəvazişdə və digər başqa qadınsal keyfiyyətlərdədir. Ki, o bizdə erkək tayfasında yoxdur. Və bu keyfiyyətlərin üzə çıxmaq üçün də düzgün himayədar lazımdır. Yenə onu vurğulayaq. Biz kişilər o himayəni verə bilirikmi? Ki, qadın bizdən yapışsın, əl çəkməsin. Mən kişi tanıyıram ki, qadınla boşanmaq istəyir, qadın onu buraxmır. Özü travmaya görə buraxmır, yox, özü istəyirəm. Yaxşı himayədar olduğu üçün buraxmaq istəmir. Gözəl insan olduğu üçün buraxmaq istəmir. Amma kişi də bezib də istəmir. Görür ki, bu geri dartır, problem yaşanır. Uzaqlaşmaq istəyir ki, kənardan sizə baxacam, amma istəmirəm ailə içində olmaq. Belə ailələr də var. Kişi boşanmaq istəyir, təsəvvür edirsiniz. Əgər ailədə kişi boşanma qərarı verirsə, hətta qadın gedib ərizə verməyə baxmayaraq, boşanma qərarı ayrılma kişidən gəlirsə, bu artıq fərqli mənzərədir, düzdürmü? Bu qadının da problemi olduğunu göstərir də. Bəli, əgər qadın boşanmaq istəyirsə, bax, kişi boşanmaq istəyirsə, problem hər ikisində olur. Və qadın boşanmaq istəyirsə, problem cəmiyyətdədir. Çünki heç bir qadın normal, doğmalıq hissi verən, rahatlıq gətirən, qadın nəvazişini və sevgisini ortaya qoya bildiyi yerdən qaçmaz. Məncə mütəxəssis kimi tam məsuliyyətlə deyirəm. Qadın təbiətində Avropada da belədir, Amerikada da belədir, dünya hər yerində belədir. Dünyada qadın fahişəlik, fühuşun yayılmasının səbəbi kişilərin nəfsidir. Bunu qadınlar eləmir. Ailələrin dağılmağında ilk səbəbi kişilərin davranışıdır. Qadınları da niyə axtarırız? Ondan bir özünüzə sual verək də. Mən bu qadını, bu olur, nadir olur, toksik qadınlar, xəstə qadınlar var. Qardaş istəmir də, bu ailə qadını deyil. Zorla niyə saxlamısan? Bu ayrı mövzudur. Amma var ki, insan ki, doğrudan sevgi və nəvaziş axtarır. Səndə bunu tapa bilmir. Neynəməli, ömrünü dağıtıb çürütməlidir. Söhbət qadından gedirsə. Kişiyə də aiddir bu, yəni eyni dərəcə kişiyə də aiddir. Kişi-qadın arasında yeganə fərq funksional, fizioloji fərqdir. Qalan hüquqlarımız da bərabərdir və digər həyata baxışımız da eynidir, bərabər imkanlar daxilindədir. Deyirlər ki, kişilər daha yaxşı şahmat oynayır, qadınlar oynamır. Deyirlər ki, orta statistik kişi falan yerdə güclüdür. Mən bunu da başa düşərəm. Amma kişi ilə qadınların futbolu məsələsini bilirsiniz də. Necə? Deməli, Amerikada qadınlar birinci yerə çıxan qadın futbolistlər kişi futbolistlərə meydan oxuyublar ki, gəlin bir yerdə oynayağın. Onlar deyiblər ki, yaxşı, tamam, siz kişilərlə oynayın, amma bizim elə bir veteranlarla oynayın da. Məsələn, yaşı 40-ı keçmişlərlə. İndiki Ronaldinho oynar məsələn.
Hə, bax elə bir şey eləyiblər. Bu realdır, yəni bu söhbət deyil. Sadəcə olaraq mən indi tam dəqiq detallarını bilmirəm. Nəticə olaraq 11-0 vurdular qadınlar. Və yəni belə şeyləri kişilər qadınlar necə futbol oynaya biliblər ki? Ready? This message is for Ryan Reynolds and Rob McElhenney. One, you should be here right now with your squad. Two, your team about to go down in North Carolina. Let's go! Let's go! Kick save. The manager that can change your life, the sporting director of Mike. Murkoff takes that shot with the left, and Murkoff is able to get one by Lindsey Harris. And Rex, Your feet, locking your ankles, and swinging to make that perfect contact. I mean, it's a fast pace. You know, a lot of these guys have a lot of experience, a lot of goals as well, like that, exactly. Big. Here's a turnover. Jarvis, there it is. Ərəb zəngi bizim axı şey var, dastan Bəli. olmalıdır. Ərəb zəngi adına anlayış var. Qadınla döyüşərkən əlini qadının bəzi yerlərinə toxunan döyüşçü döyüşdən ayrı qalır, döyüşə bilmir. Biz güclüyük, amma elə şey var, qadın güclüdür. Yəni bu bir mənalı belədir. Ona görə o oyunda kişilər nə əcəb oynaya biliblər, bu mənə maraqlıdır. O kişilərə bir çoxlu suallarım var mənim. Bir də Əli bəy, məsələn indi sosial şəbəkələr çıxdı, telefonlar çıxdı. İndi mən özüm 42 yaşım var, amma mən məsələn 2001-ci ildə mənim knopkalı telefonum var idi. 2010-da falan gəldim mən bu tabii smartfonlar falan bəsməkən. Yəni təxminən ondan 1-2 il əvvəl. Bizim indi nəsil o çox belə nə deyirlər, şuluq iş görməyə şeyimiz də yox idi. Yəni texniki vasitəmiz də yox idi. Yəni belə deyək, indi onda WhatsApp yox idi. Hətta bizim konturumuz olanda bir şirvan vuranda o kontura tez danışırdıq, qoyurduq yerə ki, şey olmaz. Bəlkə bu sosial şəbəkələrin, WhatsApp-ın, nə bilim, Instagram-ın, Messengerin o yayılmağı da Boşanma artırır deyirsən. Bəli. İndi məsələn tutaq ki, ər gedib hər hansı bir nəsə iş görürdü, onu bilmirdilər və telefonda yox idi, knopkalı telefonda da yox idi, o bir vapşın telefon yox idi. Nənəmin WhatsApp-da ilişir qalır. Nə bilim, Messengerin bir yerində ilişir qalır və yaxud da screen qalır telefonunda. Bəlkə bu şeylər də Yəni meşəyə girdik, çaqqallar bizi yedirdi. Çaqqal biri bir şey girmirdik də. Bayaq dedim axı əvvəldə, Pandora yeşiyi açılıbdı. O ayrı söhbətdir ki, Pandora yeşiyi bəlkə açılmasaydı. Ona görə TikTok deyil günahkar. Ümumi informasiya axını artıbdı. TikTok'u, Instagram'ı həsair bağlamaqla da ölkə yaşanmaz, insanlar yaşaya bilməz indən belə. Bizdə evdə, tutaq ki, mən bir 4 aylıq ovçarka, çoban, Alman iti saxlayıram. Onu valyerdə saxlayıram da əsasən, düzdürmü? 3-4 gün həyətə buraxdım gecələr. İndi valyerə yığmaq olmur. Yığsam da küsür sanki. Hə, azadlıq verdin, artıq onun dadını gördü. Qayda fikirmək istəyirəm. Mən nə etməliyəm? İndi həyətdə onu niyə yığdım təzədən valyerə? Çünki həyətdə gəmirir hər şey. 4 aylıq da hələ dərk eləmir. Bu müqayisə kobudda çıxsa, ümumiyyətlə insan psixologiyası və heyvan psixologiyası, zoopsixologiyada yaxın olan şeylər çoxdur. O cümlədən bu məqamları heyvanlar üzərində əvvəl tədqiqat edirlər, sonra mən insanlar üzərində keçirlər tədqiqatları. Psixologiyada elə, tibbdə elədir. Amma bu bir elmi təcrübə deyil, mənim şəxsi müşahidə. Mən misal üçün dedim. Hədsiz azadlıq anarxiyaya gətirib çıxarır da. Hədsiz azadlıq deyil, hasarın içində gəzir. Hədsiz deyil. Amma o azadlığın çərçivəsində də 4 aylıq olduğu üçün, hələ tam təlim almadığı üçün, məsəl üçün həyətdə qoyduğumuz hər hansı bir mebel əşyası və s. digər zədələyə bilir. Dişlər çıxır axı, gəmirmək istəyir. Bizdə də, bəli, ola bilsin cəmiyyət bu azadlığa hazır deyildi deyə, o informasiya partlayışı, o Pandora yeşiyi kimi ailələrin daha çox dağılmağına səbəb ola bilər. Amma ailənin dağılmağı dediyimiz şey də ifadə düzgün deyil. Boşanma deyək. Dağılma güya bir müqəddəs bir vəziyyət idi orada. Müqəddəs olsa əvvəlcədən elə müqəddəs olsa dağılmazdı zaten. Deyir, filankəsin ərini ailədən apardı, ailəni dağıtdı. Dəfələrcə olub iştirak etdiyim məşhur sosial proyektlərin birində deyirdim. Deyirdim, filankəs xanım, o ailə onsuz da dağılmışdı. Dağılmasaydı o necə aparırdılar? Yəni ailə yox idi içəridə. Yəni bu tərəfi filankəsi ağlayanda filankəsi dağlamağı bacarmaq lazım. Yəni bəli, informasiya gəldi. Qadınlar başladılar bilməyə ki, boşanmaq da olarmış və haqlarında var imiş. Vəkillər başladı ortaya bu təbliğatları aparmağa. Bu informasiya axını bəli gəldi.
Amma informasiyanı hansı ailələr dağıtdı? Deyə bilərsiniz mənə? Hansı ailələr boşandı? Təməli İçində çürük münasibətlər olanlar dağıldı da. uşaqlara necə təsir eləyir bu boşanmalar? Uşaqlara daha pis təsir edən şey hər gün evdəki qırğındır. Soyuq münasibətdir. Boşanmadan daha çox. Bəli. Bu 100% psixoloji elmi məsələdir. Bunu mən artıq elm əsasına deyirəm. Ki, hər gün dava qırğın olan ailədənsə ayrı-ayrı yaşayıb uşaq övladlara sevgi göstərmə imkanını ortaya qoymaq daha yaxşıdır. Buna görə mən deyirəm, boşanma mədəniyyəti də olmalıdır. Baxın, yetkin olmayan dünya görüşümüz var bir çox hallarda. Çünki biz himayədən çıxmışıq. Sovetin himayəsinin köynəyinə və artıq 3-cü nəsildə gəlirsə Sovetdən sonra, amma yenə də bu himayə ilə təsirlərini tam itirməyib. Buna bir 100 il lazımdır ki, nəsillər dəyişə getsin. Çıxdıq, bizi buraxdılar gəzməyə, informasiya axını. Kimlər dağıldı, kimlər başladı hər şeyi gəmirməyə, kim ki hələ dişləri təzə çıxırdı, hələ yaşamağı öyrənməmişdi. Hansı ailələr dağılmadı? O ailələr ki, doğmalıq və sevgi çox güclü idi. Və yaxud da o ailələr ki, ənənə, mentallıq çox güclü idi. Ona görə ailələr dağılmayıb, boşanmaların sayı artıb. Boşanmalar da o ailələr boşanıb ki, Covid-də olan kimi. Covid-dən sonra boşanmaların sayı, ailə münaqişələrinin sayı, psixoterapevtlərin çörəyinin miqdarı artdı bir müddət üçün. Bir də Ərəb bəy, Yəni sıx münasibətdən başladı üzə çıxmağa problemlər. Buyurun. bu boşanma bir tərəfə dursun. İndi məsələn gənclər evlənmək də istəmirlər. Bunun səbəbi nədir? Məsələn bizim dövrdə biz Sovetin son uşaqlarıyıq da 84-cü il təvəllüdən. Mən yəni onun belə deyək, bizim dövrdə 22-23 yaşı oldu artıq uşağın, oğlanın evlənmək istəyirdi. Qızlar da ki 16 yaşından 17 yaşına. İndi məsələn 30 yaşına keçmiş xeyli mən oğlan tanıyıram, dostlardır, nə bilim bir yerdə vaxt keçiririk. Deyirsən hələ tezdir. Ümumiyyətlə baxırsan 30 yaşından yuxarı xeyli subaylarımız var. Yenə bayaqki mövzuda, yenə izahat əmin ki olacaq. Yəni o mentallıq dağılıb gedib. Ki mütləq evlənməlisən. Gənclər soruşur, necə din haqqında sual verirlər? Niyə mən Allah var ki? Elə sual verirlər də. Deyir, niyə Allah varsa filan şey filan cürdür və bu zülmlər niyə var? Elə ağıllı sual verən gənclər olduğu kimi, niyə evlənməliyəm ki deyən gənclər var. Dövlətin bir proqramı olmalıdırmı? Məsələn, tutaq ki, belə təşviq edici də. Bəlkə indi bu Azərbaycanda əhali sayının artırılması və yaxud da heç olmasa azalmağa qoyulmaması üçün. O müsbət məsələn, demoqrafik siyasət deyirlər ona belə. Var olmalıdırmı ki, məsələn, tez evlənənə tutaq ki, məsələn, təzminat verilsin və yaxud da üç uşaqlılara indi mən bildiyimə görə nəsə elə təşviqatdansa sevginin və doğmalığın təbliği, ailənin doğmalıq hissini artırma yeri olmağın təbliği, kişinin qadına hörmətinin, qadının kişiyə hörmətinin, emosional intellektin təbliği getməlidir. Çünki elə təşviqat da süni bizim axı toplumumuzda çox gözəl ağıldan bəla anlayışımız da var. Yəni bizim toplum hər şeyi ticarətə çevirməyi bacarır. İndi elə qanun qoysan, başqa ticarətlər, başqa mexanizmlər meydana çıxacaq. Necə qohum evliliyi ki qoyublar, ondan da yol tapmağa bizim toplumun beyninin gücü çatır. Həmişə deyirdim mən institut vaxtı, bir Azərbaycanını götürür Rusiyanın çöllərinə qoyur, orada bir biznes quracaq, mərkəz yaradacaq. Bizim təfəkkürümüz, yəni ağıldan bəla həddinə qədər çoxdur. Azərbaycanda IQ-nu düzgün araşdırsaq çox yüksəkdəsində. Necə eləyim ki, bir manatı 2 manat eləyim, təfəkkürümüz çox güclüdür. Ona görə hər vəziyyətdən çıxmağı bacarırıq. Və əlavə problem yaşayacaq. Ondansa düzgün təbliğat aparılsa yaxşıdır məncə. Ki, ailə nə üçün lazımdır? Əgər ailə yox, sevgi lazımdır. Ailə yox, doğmalıq lazımdır. Ailə yox, qarşılıqlı hörmət, rahatlıq, rahat dünyanın bir yerdə ləzzətini almağı öyrənmək lazımdır. Ailə yox, uşaqları, yəni övlad şirinliyini dadmaq lazımdır. Onun üçün təbii evlənməlisiniz. Ailə yox, qarşılıqlı miras müqaviləsi lazımdır. Nikah müqaviləsi lazımdır. Ailə lazım deyil. Bu mənada lazım deyil. Yəni düzgün yenə də mən kontekstdən çıxardıb ailə lazım deyildir, əl doktor deməsinlər. Yox, o ailə ki, zorla ailə xətrinə ailədir, o lazım deyil. O ailə ki, bayaq dediyim doğmalıq var, münasibətlər yerində, neçə nəsil bir-birini sevir, çox istəyir, hamı bir-birini başa düşməyə çalışır. Və bu çərçivələrdə ailə lazımdır. Bu məntiqli ailə lazımdır. Yəni, bu şəkildə yanaşılır. Əli bəy, biz ümumi məsələn... Gənc də sual verir ki, mən belə bir şey əldə etmək, ailə, mən paltar, bunu deyim kimi, paltar yumaq üçün də paltaryan maşın var, qab yuyan maşın var, soyucum var. Hər axşam məndən soruşan, yox da bala, haradasın, saat 3 kimi gecə klubu var. Bu gənc niyə evlənsin ki?
Və Sovet dövründə kimi qrafada ailəli olmaq sənin CV-ni korlamır, ailəsiz olmaq. Subay olmağın CV-ni də korlamır ki, işə düzələsən. Nə burada, nə Avropada, nə Amerikada. Mən ailə niyə qurmalıyam? Ancaq niyə qurmalıyam? Hə, hökumət 5-10 manat pul verəcək deyə qurmalıyam? Yox. Niyə qurmalıyam? Sevgi, doğmalıq, rahatlıq və paylaşım üçün. Bunun üçün mənim bir nəfərə ehtiyacım varsa ki, biz indi elə dünyada yaşayırıq ki və bu haqlıyıq, heç kimə inana bilmirik. Bir nəfərlə illər boyu ünsiyyət qurub, güvən qazanıb yaşamaq üçün, doğmalıq üçün yaşamaq və yaşatmaq üçün. Bunda evlənməyə tələsməmək lazımdır da. Məsələn, o nikah müqaviləsinə tələsməmək emosional intellekt əldə etmək lazımdır. Bu da ayrı bir söhbətdə. İstəsəniz bunu da ayrıca danışmaq. Məsələn, indi deyirlər ki, Avropada 2-3 il bir yerdə sevgili olurlar, ondan sonra uyğun gəlirlərsə evlənir. İndi bizdə o mentalitet baxımından uyğun deyil. Müsahibələrin birində mən belə demişəm. Deyirəm qızlarımıza ki, evlilikdən qabaq cinsi əlaqəyə girməyin oğlanla. Evlənin, amma 2-3 il uşaq düşünməyin. Çünki evlənib boşanan qıza o qədər də pis baxmırlar bizim cəmiyyətdə. Deyirlər, doktor, oğlanlara niyə demirsiniz, qızlara deyirsin? Oğlanlara deyirik. Oğlanlara da bir söz dersin. Qızım, sənə deyirəm, oğlan sən eşit. Sən də eşit ki, qızlara qarşı yanaşma, ciddi yanaş, dəyərli. Anasını, bacısını hörmət eləyən Azərbaycanlı bacıoğlu. Əgər sən ana və bacını hörmət edirsən, başqasının anasına, bacısına görə olmaz. Bizdə indi oğlan 6-7 ay uşağı olmayanda gəlib soruşurlar ki, nə olur? O, Sovet ailəsi. Qayıdırıq hara? Sovet ailəsinin negativlərinə. Elə şey yoxdur. Biz evlənirik ki, doğmalıq və sevgi, rahatlıq yaşayaq, tapaq. Əgər mən bu adamla 2-3 il ərzində travmalar meydana çıxdı demirəm, boşansınlar, qaçsınlar mütəxəssisə, travmaları həll eləsinlər, münasibətləri düzgün qursunlar, emosional zəka, yəni hissləri tanımaq həddinə çatsınlar. Ondan sonra uşaq dünyaya gətirmək haqqında qərar. Doğmalaşsınlar deyə. Bəli. Ondan sonra uşaq dünyaya gətirərlər ki, o doğmalıq mühitində uşağı böyüdərlər. Yoxsa bir şey varmı sual altında, təzyiq altında yaşayan, özü valideynin yanında, anasının, atasının qarnından çıxmamış, boynu büküb yaşayan oğlanla yaşayan qız, olan taliyini fikirləşir. Orada uşaq olub nə olacaq? Uşaq baba nənə sahib çıxacaq da. Nədən danışırıq ki, həmin Sovet təfəkkür nəviyə çökməyəsin. Nəvə də 14 yaşında TikToka baxacaq, hamıya üsyan edəcək, babaya da, nəniyə də, valideynə də. Əlbəttə, bu indi boşanmalardan danışırıq, biraz da qadınların üzərinə. Mən də Pandoranın yeşiyini açırım. Mən çox getdim elə bir. Bu qadınların son dövrlərdə bəhs problemi var. Məsələn, o qadının, qonşunun iPhone 17-si var, məndə də olmalıdır. Qadınların əlinə maddi dünya ala bilməzsiniz. Yox, məsələn, indi təkcə o demirəm. Bunlar maddi dünyaları bir qırağa qoyur. Nə deyirsən? Məsələn, mən Avropanın bir neçə ölkəsində oldum, hətta İtaliyanın 8 dənə şəhərini gəzdim. Məsələn, biz orada mən görmədim, qadınların çox estetik əməliyyat elətdirdiyini görmədim. Bizdə qadınların bu dodaq şişirtmə, nə bilim, üz gərmə, nə bilim. Bunlar nədir? Bu bəhs-bəsdir? Yox, bəhs-bəs deyil. Bazara mal çıxartmaqdır. Hansı bazar ki, kişilər tələbat qoyub o bazara. Bazar deyəndə axı bunu normal qadınlar deyirlər axı. Deyirəm də, bazara tələbat var axı. Baxır ki, əlim getdi, bu filan kəsi saxladı, mən də dodağımı şişirdim, bəlkə mənə meyil artar. Yanlış psixologiyadır. O əri göndər elə getsin, o dodağı şişirmişə yanında qalsın. O düzgün psixologiyadır. Sən də özün sizcə o dodağı şişirmiş qadına həqiqətən də kişilər maraq salırlar. Dodağı şişirdən qadınları qınamıram ha. Sözümün canı başqadır. Yəni dodağını şişirdən, poposunu böyüdən, əməliyyat etdirən qadın niyə etdirir bunu? Başqa qadınlara yandım vermək üçün mü eləyir? O komponenti var. Qadınlar arasında yarış kişilərin arasında daha güclüdür. Yəni, amma əsas bunun alıcısı kimdir? Yaxşı görünmək üçün deyilmi bu məsələ? Kimin üçün? Məsələn, alıcı kimdir? Bax, bu dünya ticarət dünyası. Bir müğənni çıxır, məsələn, bu efirdə yaxşı görünür. Alıcısı var o müğənninin, sponsoru var, saxlayanı var. Bunlar niyə deməyək ki, cəmiyyət, bunlar bilmirik ki biz. Məncə qadınlar bəhsidir. Məncə kişilər elə qadınlara çox maraq göstərmir. Yazıq kişilərə, mən deyək ki, yazıq kişilər. Yəni, bir şəxsin mənim özümün diqqətimi cəlb edir. Elə bir kişi yoxdur ki, iri arxa, irisinə xoşlamasın. Elə kişi yoxdur ki, qadın figurasında, qum saatına bənzər figuraya meyli olmasın. Bu bizim şuuraltı, fizioloji, funksional meylimizdir. Bəzi kişilər bundan yuxarı qalxıb mənəvi dəyərə qalxa biliblər, o heç. Amma hələ mənəvi təhsil olmayan, emosional səviyyəsi olmayan, emosional intellekt səviyyəsi olmayan erkəklərdən danışıram. Və onlara da inək göz atmasa buğu oynamaz prinsipi ilə, ki bunu deməliyik, məməlilərdə elədir. Dişilərdə ovulyasiya olanda erkək dişiyə yaxın gələ bilər, əks halda yaxın gələ bilməz. İnsan da məməlilər sinifinə aiddir əslində. Bütün bu bioloji təfəkkürə yanaşsaq, bizdə də qadın onu niyə eləyir? Erkəyi cəlb etmək üçün eləyir. Anladınız mı? Yəni, kişilər günahkar çıxdı burada, yoxsa? Günahkar çıxmadı, zəif çıxdı.
Yəni biz feministsiz Əli bəy. yox, üzr istəyirəm. Mən erkəyi istəyirəm, mən də erkəyəm. Kişilərin tərəfindəyəm. Deyirəm ay erkəklər. Qadınlar sizi bu yolla aldadıb pulunuzu xərclətdirməsinlər deyirəm. Mənəviyyatınızı ayaq altı atmayın. Gizlin polizə mesaj pozub evə girmək həddinə gəlib çatmayın deyirəm. Mən kişilərin tərəfindəyəm, yaxşı baxsan, diqqətli baxsan, dəyərli qardaşım. Bax fikir ver. Kişi nəfsxordur. Kişinin emosional intellekti yoxdur. Əlinə, belinə, dilinə sahib ola bilmiş. Qadın da deyir, aha, deyən, bundan mən sağacam. Necə sağa bilərəm? Kişi sənin qadının mənəviyyatına baxmıraq, onun figurasına, formasına, o moşu gözlənilən uşaqlar arası demişkən, figurayına baxır. Onda da figurayıb satıram da mən deyir qadınlar. Burada, məsələn, 10 nəfər müğənni var. Bizdə müğənnilik çox genişdir. 10 qadın müğənninin hansına sponsorluq edəcək erkək? Təkcə erkəklər oxumağın formasına baxır. Mən filan müğənnini saxlayıram, yarışı gedir. Çox vaxt. Onun da figurayı və digər cəhətləri, bahalı bəzək düzəyi orada şərt rolunu oynayır. Bir var, bədənini 1 saatlıq satan qadın var. Bir də var, bədənini bir uzun müddət satan qadın var. Bir də var, ailə içində bədənini ölənə kimi satan qadın var. Bu çox dəhşətli bir məsələdir. Bir də var, 2 nəfərin, kişi və qadın bərabər, emosional, intellekt səviyyəli mənəvi ünsiyyəti. Niyə bizdə çoxdur? Məsələn, bu tutaq ki, mən onu fərqi başa düşə bilirik də biz. Tamam, tutaq ki, Avropada niyə görə azdır, bizdə çoxdur? Nə azdır? O estetik əməliyyat eləyən azdır. Məsələn, ən çox məsələn İranda eləyirlər. Yox, ərəb ölkələrində. Dünyada ən çox estetik əməliyyat İran eləyiblər. Bizdə də çoxdur, məsələn, estetik əməliyyatlardan keçəndim. Məsələn, mən getmişəm, mən məsələn, tutaq ki, səncə niyə? İsveçrədə mən Zürixdə olanda qadın üzünün tükünü almayıb. Səncə niyə? Bu pis deyil. Səncə niyə? Mənim xalam. Məncə onlar o mərhələni keçiblər artıq. Yox, mənim kiçik xalam İsveçrədə kosmetik salonu var. Kosmetologiya mütəxəssisidir. Kiçik xalam, düzdür, məndən yaşlı cəmi 10 yaş böyükdür. Burada sağlayıram, baxırsınız deyirsə. Onun danışdıqlarına görə Avropalı qadınların bunu etməməsinin əsas köklü səbəbi kişilərin buna çox da elə meyil etməməsidir. Amma İsveçrənin özündə də Avropanın yerində olduğu kimi türk və şərq kişilərin sayı artdığı üçün qadınlar başlayıb özünə diqqət eləməyə. Anlata bilmirəm. Yəni niyə bu Ərəbistanda, Hindistan, İranda, niyə bu filan ölkələrə çoxdur? Niyə? Bunu kimə verir? Qadın bunu kimin üçün eləyir? Məncə bəhsə gör. Bir öz qadın başqa hər bir şey qadın. deyəcəksən, bir dənə kişilər günahkar olmasın. Mən bu obyektiv deyil, müdrik yanaşma məncə deyil. Mən mütəxəssis deyirəm. Bunu siz dediyiniz daha doğru. Mən oponentlik eləmirəm. Mən öz fikrimi deyirəm. Məqsədim oponent olmaq deyil. Məqsədim obyektiv, psixoloji həqiqəti söyləməkdir. Yəni bazarda mal var, o mal satılanda müştərisini tapmaq düzgündür. Mənəvi dəyər olan gedib mənəvi dəyər axtarır. Qurani-Kərim demişkən, hər kəsə özünə uyğun qadın və özünə uyğun kişi ortaya çıxır, tapılır. Dəyərli Azərbaycanlı, mənəvi dəyər olan evdə oturan xanım, işləyən amma ailə dəyəri bilən xanım. Yoldaşın gedir o əməliyyat olunmuşlara pul xərcləyirsə, o yoldaşı özünü əməliyyat elətdirib bıçaq altına salmaqdansa, bəlkə özünə uyğun adam tapmalısan, ondan uzaqlaşmalısan deyə sual vermək lazımdır. Var, özünə uyğun adam nə qədərdir? Azərbaycanda onu mən statistika aparmamışam. Məni çox da provokasiya salmayın da. Yox da, indi deyirsiniz ki, kişilər belədir hamısı. Hamısı elə deyil. Amma sonra da deyirsiniz ki, bundan boşan get. Hamısı elə deyil. Qadınlarımız da hamısı əməliyyat eləmir. Hamısı elə deyil və hamısı əməliyyat eləmir. Bəzi qadınlar isə psixo-emosional tərəfini düzəltmək üçün əməliyyata gedir. Eybəcər burun formatı depressiv hal yaradır insanda. O vaxtda psixoterapiya rol oynamır. Ömrü boyu dərman sözünü sakitləşdirməlidir. Gedib əməliyyat oluna bilər. Psixoloji əsasına olan əməliyyatlar da var. Bunu da niyə demirsiniz? Bu ayrı mövzudur. Bunun çox pis bədən figurasına qarşı negativ fikirlər olan qadınlar var. Bu ayrıdır. Siz dediniz qabarıq bəzi orqanları şişirtməkdən danışdınız. Mən o üzərindən danışdım. Bu bazarda satılan mal tələbata üzərinə olunur. Bir də var, qadın bunu eləyir şəxsi psixoloji sakitlik üçün, özünü güvən əldə etmək üçün. Bu da yanlışdır, nə barədə yanlışdır? Biz bədən deyilik, biz ruhi varlıqlarıq. Bədən bu dünyada müvəqqəti cihazımızdır. Və qazandığımız genetik bədən də reinkarnasiya və karma qanununa görə özünün qazandığındır, ey ruhi varlıq. Sən bu bədənə, qadın bədənində olsa özün qazanmısan. Bunu qəbul etməmək, bəli, daxili ilahi ruhi biliyi olmamaq deməkdir. Biz bunu təlimlərdə bunu açırıq, öyrədirik mental yoga təlimlərimizdə. Amma sən deyən məqamdan yanaşsaq, kütləsəl, toplumsal, bəli, bazar varsa bir də vurğulayacağım, tələbat varsa, onun üçün bazara mal da çıxarılacaq. Əli bəy, bəli.
burun əməliyyatı insanın psixologiyasına təsir göstərir ümumiyyətlə. Məsələn, Əgər donqar burnu olan bir xanım və ya kişi hətta əməliyyat elətdirib özünü daha güvənli hiss edəcəksə, bəli, o qəşəng görsənir. Bu rahat olur əlbəttə. O rahat olan insan rahat ailə qura bilər, rahat həyat yaşaya bilər, rahat uşaq tərbiyə edə bilər, əlbəttə. Bu ayrı bir şey. Bəs bizim hər hansı bir orqanımızın itirilməsi, məsələn, tutaq ki, indi bu sualdan sonra... Bəli, eybəcərliklər də var, qüsurlar da var. O baxımdan demirəm. Məsələn, tutaq ki, ödü götürdülər, məsələn, və yaxud da, nə bilim, qaraciyər, və yaxud da qolun biri kəsildi, getdi. Bu insanın psixologiyasına, insanı başqalaşdırırmı? Bax, sonra belə qoy. Bu mövzudan çıxdıq, amma 100% belə. Hə, mövzudan çıxdıq. Ümumiyyətlə, bu psixosomatika var. Olduğu kimi somatopsixologiya da var, somatopsixika da var. Yəni psixi durumumuz bədənimizə təsir etdiyi kimi, bədənimizin durumu da psixikamıza təsir edir. Qarşılıqlı təsir var təbii ki. Bu estetik əməliyyatlardan da belə bir nəticə çıxa bilərmi, yoxsa yox, hamısı deyil. Bədən şəkilləndirmə. Bayaq kimi yenə deyirəm. Qadın var ki, bədəni özünü razı salır, problem deyil. Onun qadın cinsi hisslərinə, onun orqazmına heç nə mane olmur. Normal sevgilisi olsaydı, bədən satma bazarına çıxmamış olsaydı, o bədəni əməliyyat elətdirməzdi deyirəm. Elələri də var da. Yəni müğənni olmağa başlayır, müğənniliyi başlayıb biraz 5-10 manat keçən kimi əməliyyat elətdirir ki, daha çox tanınsın, daha çox şey olsun, müştərisi olsun, həm dinləyənlər, həm də ona pul buraxmaq istəyənlər. Belə bu məntiq cəmiyyətdən gizlin deyil axı. Bunu mən deməklə yeni bir şey demiş olmuram əslində. Sadəcə mütəxəssis baxışından deyirəm ki, müxtəlif növ əməliyyat səbəbləri var. Ən başda cərrahi tibbi göstəriş var, qüsurlar var, yanıq çapıqları var, məsələn, sonra genetik tibbi qüsurlar var bədəndə. Bu əməliyyatlar ən psixoloji, yaxın və düzgün əməliyyatlardır. Ondan sonra gəlir müəyyən digər əməliyyatlar, o cümlədən də bədəni satmaq üçün icra olunan əməliyyatlar. Əli bəy, bu son dövrlərdə güclü qadın, öz ayağı üstə duran qadın ifadələrini çox işlədirik. Qadın güclü olmalıdır, öz ayağı üstə durmalıdır. Hətta ailələr də daha çox qız uşaqlarının təhsilinə önəm verirlər ki, oğlan da bitər özünü başına saxlayacaq, amma qıza biz təhsil verək. Ümumiyyətlə, güclü qadın necə bir qadındır? Məsələn, öz ailəsinə sahib çıxanmı, yoxsa öz ərinə ehtiyacı olmayan qadın, kişiyə ehtiyacı olmayan qadındırmı? Yoxsa ailədə hegemonluq eyləyəndimi? Hansı qadınla güclü qadın deyə bilərik biz? O yenə həqiqətən də yanlış fikirlər cəmiyyətdə yayılır. Güclü qadın yox, güclü şəxsiyyət deməliyik biz. Qadın və kişi olması olmayaraq. Güclü şəxsiyyət kimdir? Güclü şəxsiyyət öz hisslərini kişi üstündə komandir edən qadın deyil o. Və qadın üzərində komandirlik eləyib, narsistlik eləyən kişidən getmir söhbət. Güclü şəxsiyyət öz neqativ hisslərini tanıyan, onların travmatik köklərini anlayan, başa düşən və psixoloqla təhlil edib araşdırıb tapan, o hissləri idarə edə bilən, təmizləyə bilən və qarşındakı insanın, ünsiyyətdə olduğu insanda hisslərini tanıyan və onları da hətta idarə edə bilən şəxsiyyət güclü şəxsiyyət. İstəyir qadın olsun, istəyir kişi olsun. Buna deyirlər emosional zəka. Yəni güclü qadın olmağı təbliğ etmək yox. Güclü şəxsiyyət xoşbəxtliyini tapmağı bacaran şəxsiyyətdir. Xoşbəxtlik də emosional zəkadan başlayır. Ona görə güclü qadın təbliğatı doğru deyil. Məsələn, mən 3 qız atasıyım. Oğlum yoxdur. Və bu 3 qızın üçünə də təbliğ etdiyimiz nə olubdur? Elə indi də eləyirəm ünsiyyətlərlə təbliğatı. Ki, xoşbəxtliyini tapacaqsan. Bunun üçün güc lazım. Nə güc? İradə gücü lazımdır. Nə güc lazımdır? Özünü tanımaq gücü lazımdır. Nə güc lazımdır? Özün istəklərini tanımaq gücü lazımdır. O qızların biri ailə qura bilər, biri heç qurmaya bilər, özləri bilərlər. Əsas sən qızım özünü necə xoşbəxt hiss edirsən? Və bu xoşbəxtlik başqalarının haqqına girmir ki, ilk növbədə Allahın haqqına girmir ki, Allahın da haqqı var axı üzərimizdə. Ali şəxs deyirəm, Allah demirəm, ali şəxsin haqqı var. Onun haqqına və başqalarının haqqına girmirsən ki, öz haqqına girmirsən ki, rahatsanmı, xoşbəxtsənmi, deməli sən güclü şəxsiyyət və güclü qadınsan. Elə qadın var, bəli, doğmalıq, səmimiyyət, mehribanlıq və himayəyə girib xoşbəxt olacaq. O da güclü qadındır. Güclü qadın təkcə ərinə əzən yox, ərinə tabi olmağa bacaran da güclü qadındır. Güclü şəxsiyyətdir ki, bilir necə uyğunlaşmaq, necə harmonik münasibət qurmaq, hər şeyin yerini bilmək, emosional hisslərin də, hətta güclü qadın hissləri ilə oynayıb, ağlayıb, kövrəlib, kişini manipulyasiya eləmək lazım olanda. Yəni, güclü şəxsiyyət mənim üçün aktualdır. Və cəmiyyət də bu cür baxmalıdır. Güclü qadın, güclü kişi yox. Güclü şəxsiyyət fiziki gücü olan deyil. Güclü şəxsiyyət arzu və istəklərini bilən, neqativ hisslərini tanıyan və istəklərinə doğru getməyi maksimal bacaran, o istəklərində xoşbəxt olmağı bacaran
və ən dərində, hətta bugünündə belə xoşbəxt olmağı bacaran insandır güclü şəxsiyyət. Bu qadın və kişi olmağa nasıl olmayacaq. Daxilində Allaha gedən yolu tapandır güclü şəxsiyyət. Qadın və kişi olmağa nasıl olmayacaq. Ona görə güclü qadın, bəli, o puç bir sözdür, lazımsız bir söz əslində. Qadın güclü olsun. Qadın güclü olmaq o mənada düzgün olar ki, hüququnu tanısın, bəli, o mənada güclü olsun. Amma kişini əzmək güclü olmaq demək deyil. 5-10 manat kişidən çox qazananda onu saymamaq güclü olmaq demək deyil. O bayaq dediyim, sıxılıb bir azadlığa çıxmaq deməkdir. Onda da boşanmalıdır. Yəni, cütlük dağılacaq. Yeniyetmə qızlar var və yaxud da oğlanlar olsun, fərqi yoxdur. Bu, belə deyək də, informasiya çoxluğu var. Məsələn, tutaq ki, bizim Azərbaycanın bir mentaliteti var. Tutaq ki, bizim dövrün uşaqları, tutaq ki, o mentalitetlə yaşayırdılar, böyürdülər. Çünki bizim informasiya qaynağımız sadəcə olaraq ata, ana, bibi, dayı və yaxud da qohum, qonşu, uzaqbaşı ASTV idi. Aydındır, bəli. Amma indi, məsələn, bir uşaq baxır ki, İtalyan belə eləyir, fransız belə eləyir, Koreyada belədir, Yaponiyada elədir, hər şey ovucumuzun içindədir də. Biz indi bu yeniyetmələri necə tərbiyə eləməliyik, necə bir planlama olmalıdır, bunlara məhdudiyyət qoyulmalıdırmı, sosial şəbəkələrə girişəmi və yaxud da necə olmalıdır ki, bax, bunlar gələcəkdə həm ailəyə, həm cəmiyyətə yararlı bir... Çox gözəl sualdır. Mənim tərəfdarı olduğum bir dənə üsul var. Ailədə sevgi və doğmalığı övlada verə bilmək. Mən Sumqayıtda böyümüşəm. Sovetin Sumqayıtında böyümüşəm. Və 13 yaşımda atasız böyümüşəm. Himayəsiz qalmışam. Anam qalıb, sağ olsun, anam əziyyətlər çəkib. Buradan sağ olmayım, öpürəm anam əllərindən. Ömrünü bizə əsir eləyibdir, böyüməyimizə, təhsilimizə və s. Amma atasız böyümüşəm onu. Yəni, nəzarət və tərbiyə mexanizmi üstündən çəkilib o mənada. Amma mən o atadan o qədər sevgi, doğmalıq və dəstək görmüşdüm o cəmi 12 il ərzində və anadan o qədər sevgi və doğmalıq görmüşdüm ki, mən gedib pis uşaqlara deyirlər, pis uşaqlara qoşulmazdım heç vaxt. O vaxt TikTok da olsaydı, mən TikTokda həddim aşmazdım heç vaxt. Dəqiq bilirəm. Özdə Sumqayıt kimi bir yerdə? Sumqayıtın, Sovetin 80-ci illərin Sumqayıtı kriminal Sumqayıt. Sumqayıtı kriminal halındadır. Sovetski ilə müqayisə edirdilər hətta. Sumqayıt, kriminal dövrünün Sumqayıtı, 80-ci illərin Sumqayıtını da sevirəm. Bugünkü Sumqayıtı da sevirəm. Mən Sumqayıtı hər halından sevirəm, çox istəyirəm. Bakıda da olsam da Sumqayıtda böyümüşəm mən 77-ci ildən sonra. Ona görə 74-də Bakıda olmuşam. Ona görə mən Sumqayıtı çox sevirəm. Qoxusunu da sevirəm. Qazovka qoxusunu da sevmişəm uşaqlıqdan. Mən bunu sevgi ilə deyirəm əslində. Və indiki uşaqlara misal üçün deyirəm bunu. Əgər mən övladıma onu verə bilsəm ki, ata, ana, sevgi, doğmalıq, dəstək vacibdir, o övladım pis şeylərin dalınca demək olar ki, getməyəcək. Nadir hallarda gedə bilər. O da yenə başqa travmalara, o da yenə valideynin verdiyi travmaya bağlı olacaq. Nə deyirlər desinlər? Deyirlər, bir filosoflar çıxıb ortaya, dırnaqarası psixologlar çıxıb ortaya bizim sahəyə aid olmayan. Psixi travma yoxdur deyirlər, ucuz izləyici tutmaq üçün. Hamı da hə, çünki psixoloqa pul xərcləmək istəmir axı insanlar. Düşünmək istəmir insanlar ümumiyyətlə. Bu çox faciəli bir məsələdir. Və bir dənə atalar sözündən bunu çürütmək olar. Atalar sözü bəs eləyər. Deyir, ilan vuran alaçatıdan qorxar. Hə, bunu tez-tez istifadə edirsiniz. Eləyəcəm bunu istifadə ömrümün sonuna qədər. Nə deməkdir? Psixi travma var deməkdir. Məni ilan bir dəfə vurubsa, ölməmişəmsə, ömrü boyu çatıdan belə qorxacam ki, bu ilandır. Bu mənim psixi travmam deməkdir. Mənim nevrozum deməkdir. Demək, psixi travma var və övladlara verdiyimiz travmalar, evdən qaçmalar hara qaçacaq? Üzünə gülən, yalancı, sərbəstlik verən mühitlərə qaçacaq. Ona görə TikToku günahlandırmayaq, özümüzdə axtaraq. Filan kəs getdi məktəbdə atəş açdı, filan kəsləri güllələdi. Bir şey günahkar imiş, TikTok günahkar imiş. Amma araşdırırsan ki, ata əzib bunu şəxsiyyət kimi, evdə o sevgini ala bilməyib. Bu, Türkiyədə baş verən hadisədən danışırım. Azərbaycanda da olmuşdu bu müəllimə. Mən aqressiya, mən o dediyim bayaq ki, evdəki o insan bir yana, evdəki itə belə hər gün döysəm, o bir gün mənə işləyəcək, 100% işləyəcək. Üzümə qaydacaq. Dozası var, sərhədi var ünsiyyətin. Döymək nədir, söymək nədir, təhqir nədir? Bizi döyürdülər axı. Mən məsələn, biz məsələn, 3 qardaş, bir bacıyıq, atam bizi döyürdü də. Amma biz pis uşaq olmadıq. Sən pis uşaq deyilsən, amma gərginliyin var axı özündədir. O, hə, travman var, hə. Yəni, panika təqən var. Amma biz məsələn, tutaq ki, gedib o sonanın uşaqlarına qoşulmadıq. Sənin iradə, niyə? Çünki evdə sevgi də var idi axı. Üstə gəldi. Sənin ruhun, baxın, mental yoga nəyə görə adını çəkirəm bu təlimin? Mental yoga təlimdə öyrədirəm. Ruhların böyüyü var, kiçiyi var. Ruh var, böyükdür, o travmaların fövqündə yaşaya bilir.
Ruhun həcmi var. Bu elm elə belə elm deyil. Bu qədimdən gələn əbədi din, əbədi ruhi bilik elmidir. Onu da mən psixoterapiyya kimi yox, əlavə təlim kimi keçirəm. Onda sən bilsən ki, sən ruhən böyüklüyün əlamətlərini görürsən özündə və başa düşürsən ki, niyə baxmayaq səndə döyülmüsən, amma sən başqaları üçün başqasını gəlib döymürsən. Sənin içindəki ruhi böyüklük mərhəməti üzə çıxardır, sevgini üzə çıxardır. Heç psixoloqa getməmiş valideyni başa düşüb bağışlayırsan ki, valideynlərə düşmanlıq demirəm, valideynləri anlayaq və bağışlaya bilək deyirəm. Anlayıb bağışlasaq övladımızı döyməyəcəyik. Onu demək istəyirəm. Yəni səndə bu böyüklük olub yəqin ki, hər halda ki, çünki xalq üzünü tanıyır sənin bugün. Onu Allah verir, o elə belə gəlmir. Ona görə demək sənin qəlbin ruhi cəhətdən Allaha yaxındır bəlkə. Ona görə sən bu travmalardan çıxıb atana da sevgi verə bilirsən, anana da sevgi verə bilirsən. Bu dəqiqə onlar sənin övladın hökmünə keçir. Yavaş-yavaş. Bu böyüklük əlamətidir və buna görə münasibətlə sizi təbrik edirəm. Amma qaldı ki, o böyüklük və güclə gərginlik nədəndə o içindəki travmaları tam təmizlən bir sıxıb saxlamağın o gərginliyi yarada bilir. Bu da sənə başqa xəstəliklə üzə çıxmasın deyə vaxtında bunları da həll etmək tək mənim yanımda yox, yaxşı bir mütəxəssisin yanında doğru olardı. Ki, daxilin rahat olsun. Əli bəy, bizim ümumi mövzumuz son olaraq belə yekunlaşdırsaq, xəyanət, ailə dəyərləri, boşanma bu üzərindən idi. Əli həkimlə geniş söhbət deyək. Bəli. Bunu son olaraq bir sual verirəm mən sizə. Tutaq ki, bir nəfər qadındır və yaxud da tutaq ki, kişidir, adətən qadınlar olur bu. Gəldi sizin qəbulunuza, Əli bəy, mən bezmişəm, ərim mənə xəyanət edir, döyür, söyür, təhqir edir, boşanmaq istəyirəm. Mənə nə məsləhət verərsiniz? Ümumiyyətlə, nə məsləhət verirsiniz? Birinci sual səhvdir, sənin sualın yox. O sualı verən qadına izah edirəm ki, mən məsləhət vermirəm. Heç bir professional mütəxəssis məsləhət vermir. İnsanı bayaq dediyim kimi, özünü tanımaq həddinə çatdırıram ki, əslində sən nə etməlisən və nə istəyirsən? Nə istəyirsən və nə etməlisən? Bir neçə situasiya misal deyəcəm sizə. Bir qadın, 3 uşaq anası, yoldaşı çox imkanlı bir insan. Evdə böyüdülmüş. Yəni belə də yanlışlıq və qaranlıq meşə axtarmayan, ərinə güvənən bir qadın fikir. 3 uşağı var, 40 yaşı var. Gəlir qəbula ağlamaq və hönkürtü, dəhşət vəziyyətdə, posttraumatik stres. Nə baş verib? Salonda, qadın salonda. Dırnaq ustası deyib ki, sən ərinin heç telefonuna baxmırsan, nə var, nə yox. Ola bilməz ki, o imkanlar var. Görüb maşınla yoldaşının, gəlib bunu aparanda. Görüb imkanlı yoldaşdır. Mən də başa düşürəm onun mövqeyini. Deyib ki, yaxşı, bəs necə bir baxmırsan? Ola bilməz ki, qıraqda bir şey yoxdur. Yox, mənim yoldaşım elə deyil. Bizə ailə canlıdır, gəzməklər aparır, ad günümdə olur. Hansı başqa psixoloqun yanına gedir? Psixoloq yox, dırnaq ustası deyil. Dırnaq ustası. Deyib, demirəm, getməsinlər salonlara. Əsas qadının məsələsini deyirəm, izahını deyirəm, vəziyyəti deyirəm. Allah özünə doğru qapı açmaq istəyəndə travmanı üzə çıxardır. Allah bir ruhu özünə yönəltmək istəyəndə onun həyatında travmalar üzə çıxır, problemlər üzə çıxmağa başlayır. Onları görüb Allaha sığınmağa başlayır. Nəysə, bu ayrı bir mövzudur. Deməli, dırnaq ustası deyir, necə bəs, mən telefonuna niyə baxmırsan? Deyir, istəsən də baxalım, mənim telefon daim kodda da barmaq izi. Barmaq izi var, hə. Yatanda deyir, barmağına sürt asılacaq. Kişi necə bərk yatıbsa, açıb telefonu, ünsiyyətdə olan qadınlarla porno videolar, açıq-açıq öz yoldaşının, məsələn, ünsiyyətdə olduğu qadınlarla olan yazışmalar, şəkil atışmaları. Baxıb ki, kişi ayrıca bir həyat yaşayır. Saxladığı bir qadın da var, ondan uşağı da var. Təsəvvür qadının faciəsini. İşləmir, 40 yaşı var. İşləmir. Kişi işləmir. Qadın işləmir. Hə, qadın işləmir. Yəni, gedəcək yeri yoxdur. Kişinin də qəbul edə bilmir. Hə, kişinin də imkanı var. Yəni, kişinin imkanı yoxdur, kişinin ailəsinə qarşı çox diqqətli. Özü gətirib, erkək kişi özü gətirib. Ki, ona kömək eləyin. Bunu desin, başqarıb olmağa başlayır. Kişiyə deməyib, görmüşəm videoları. Deyə bilməyib ki, birdən dava düşər, hirslənər, nəsə problem olar da. Deməyə də qorxur qadın. O qədər belə fərqli tərbiyə alıb ki, mentallığı fərqlidir ki. Təsəvvür, bu qadın boşana bilərmi? 3 uşaq anası. Uşaqlar da atalarına qarşı tam belə sevgi içində. Sual-cavab əsasında görürəm ki, bunun boşanmağa psixi və fiziki imkanı yoxdur. Mən təbii get boşan desəm, olaram, yəni bəzi dırnaq arası yarımçıq psixologlar kimi. O qadın boşanmadı. O qadını öyrətdik yoldaşına qarşı münasibətini dəyişməyə. Çünki getməyə yeri yox idi məntiqlə. Demək, ya insanı dəyişəcəksən, ya insana münasibəti dəyişəcəksən. Bunu öyrətmək olur. Elə qadında var, işçi də var, gücü də var. Gəlir ki, xəyanət var, faktı var. Yoldaşını dəvət edir, yoldaşı gəlmir. Deyirəm, sən travmalarını təmizləyək, amma sən yoldaşın iştirak eləmirsə, qərar sən verməlisən. Travmalar təmizlənir, sakitləşir, o mənim üçün o şey heç kəsli deyir. Mən onu heç sevmirəm işte deyir. Bir qadın gəlir, yoldaşının şikayətlər, mənə diqqətsizlik və xəyanət, məlum o ki, qadın elə evlənəndən daxilən bu kişini itələyir. Şuuraltı olaraq çıxsın, geçsin deyir, bəyənmir bunu.
Müxtəlif situasiyalar, hadisələr var. Ona görə mən Adamına baxıb məsləhət vermirəm. İnsan bir də tək edim. Sakitlik həddinə gəlir, travmadan çıxır. Hələ qərar verməməlidir. Qərarı o vaxt verir ki, hə, tamam, hisslərimi tanıyıram. Bu kişi ilə yaşamağa davam edim ya etməyim. Bağışlaya bilirəm. Okey, bağışladım. İndən belə bunu bir daha təkrar etmək üçün buna bir silahı verilmir. Bağışladığın adamı yanında saxlayırsansa ona bir silah da vermiş olursan. Görək buna güvənimmi? Hə, biraz vaxt vereyim, özündən danışaq. Ən gözəl variant nədir? Ər də gəlir iştirak edirsə o seanslarda və mənə kömək edirsə ki, yoldaşın aldığı travmaya kömək eləsin. Tam etibarlıq mühiti qura bilsin. Ona da bir 6 ay, 1 il vaxt lazımdır ki, qadın bunu tam etibar etməyə öyrənsin. Ki, bir də elə qələt eləməyəcəm formatında. Onda qadın ailə dağılmaya bilər. Mən ailənin dağılmalı xəyanətə bağışlayırmı qadınlar? Necə? Məsələn, sizin... Mən bir dəfə, bəli, demişəm o, çətin bağış. Demirlər ki, bağışlamırlar. Bağışlamağa bir dənə yol. Onda bunun, yəni... Yol bir dənə budur, sevməməyi öyrənmək. Amma bir yerdə yaşayırsan uşaqlarının xətrinə mi? O, yox, sevməməyi öyrənmək, yenidən sevgi qura bilərikmi demək. Və bir dənə faktı deyim sizə, o ər ki, deyir ki, doktor, mənim başım xarabdır, öyle, onunla məşğul olur. Belə ailələrin dağılma şansı çox yüksəkdir, 100%-ə yaxındır. Qadın işləsə, mən ailə tanıyıram, psixoterapevt kimi qəbula gəlibdir. Xanım özünə gələn sonra deyib, doktor, mən biləm nə yiyəcəm. Qızım, nə yiyəcəksən? İşləyəcəm yavaş-yavaş, hələ onun üzrünə güləcəm, bildirməyəcəm. İşləyəndən sonra boşanacam. Vəssalam, iki uşaqda özüm baxacam. Aliment də vermir, cəhənnəm verir. Qadın nədir? Güclü şəxsiyyətə çevrildi. Niyə güclü şəxsiyyətə çevrildi? Kişi ona xəyanət edir və xəyanəti də vecinə dalmır ki, eləmişəm, əcəb eləmişəm. Qadın hara qaçacaq gedir? Otursun, zəhmət çəksin, ona yaxşı baxıram. Ona görə situasiyalar müxtəlifdir. Qadın gəlib deyirsə ki, mən bu vəziyyətdəyəm, görürsün, müxtəlif situasiyalar var. Qadın sakitləşəcək və qərarını verəcək. Sevgisizlik həddinə çatıb bağışlayacaq. Daha sevmirəm, amma uşaqların atasıdır. Bir şans verə bilərikmi? Gəlin verək. Özündə dəvət edirik, izah edirik. İkinci şans nədir? Sevgi yoxdur da, məsələn, mənə xəyanət eləmirsən. Amma səni bağışlayıram, halallıq verirəm, olub da. Ayrılmamaq üçün də, yenidən ailə qurmaq. Mən səninlə davam etməyə hazıram, bir şərtlə gör, sevgini yenidən qazanacağıq. Səbəbləri araşdırıb, yenidən sıfırdan başlayacaq. O halda qadın və kişi ağıllı şəkildə bu qərarı verirlər və erkək də sübut edir ki, mən bunu da etməyəcəm. Çoxdurmu belə vəziyyətdən çıxartdığınız insanlar? Baxın, bir şey deyim, belə 10 ailənin 7-si dağılır. Dağılır. Üçünü xilas eləyə bilirsiniz. Əgər ikisi də bir şərtlə iki tərəfində buna iradəsi olsa. Bir tərəfdə işləməyin ailəni qurtarmaq olmuş. Onda nail olduğum ancaq ki, travması sakitləşsin. Sonra qeyb vəkil tapıb boşanacaq, ona heç nə eləyə bilmərəm. Mən ona gücüm çatmaz. Yəni, yalandan məsləhət verə bilmərəm. İnsanı sakitləşdirirəm. Yoldaşı iştirak etsə nə ailə, nə gözəl. Yoldaşı iştirak etmirsə, onda çətin olacaq o ailənin tarihi. Əlbəttə, siz də indi həkimsiz də, belə deyək, ixtisasınız budur. Bazı ixtisasım doktordur, amma belə psixoterapevtdir. Amma belə müxtəlif başqa ixtisasları bitirən, məsələn, tarix fakültəsini bitirib və yaxud da nə bilim, indi adam başqa yerdə, təyyarədə işləyib falan, nə bilim, digər yerlərdə gəlib psixoloqlarlıq eləyib. Bunlar necə? Bunların tutaq ki, adamın dərin zəkası var, müəyyən bir kurslar da aldı, sertifikatlar da. Bunlarla siz kimi mütəxəssislər, həkimin, tutaq ki, həkimlik oxumusunuz da siz? Bəli, bazı ixtisasım tibbdir. Tibbi oxuyanla, tarixi qutaran, nə bilim, başqa fakültəni qutaran, coğrafiyanı bitirən, amma müəyyən psixoloji təhsil alan, nə bilim, qıraqda falan adamın psixoloq olaraq fərqi nədir? Baxın, dünyada, deyəcəm və biz də deyəcəm, dünyada belə fərq qoyulmur. İnsan psixoterapevt olmaq istəyirsə, 2 illik təhsil keçərək psixoterapevt olma şansını qazana bilər. Avropanın üzründə məsələn. Ölkədən ölkəyə fərq var, amma daha çox belədir. Və bazı ixtisasın fərqi yoxdur. Humanitar təhsil almısansa, hətta texniki təhsil almısansa, ixtisas dəyişmək istəyirsən, 2 illik ən az təhsil var, ala bilərsən. Və burada insanın yenə də özünün vəziyyəti rol oynayır. Onun tibbi təhsili yox. Mən bunu nəyə görə sual verdim? Dərman yaza bilməz sadəcə onlar. Dərmandan da başqa. Məsələn, siz insanın həm də bədəninin biokimyasını bilirsiniz. Axı ki, qaraciyər nədir, öd nədir, dalaq nədir, beyində hansı neyronlar var? Bəli, biraz mənim işim daha imkanları çoxdur mənim yanaşmamda. Çünki mən psixosomatikanı yaxşı biləcəm. Mən biləcəm ki, məsələn, insanın öz xəstəliyinə münasibət zamanı xəstəliyi hansı yoxlamalardan, hansı ixtisas sahibindən keçmək lazımdır ki, məsələn, psixoterapiyyanın bir hissəsi nədir? Ürək xəstəliyindən qorxan insan yaxşı kardioloq yoxlayacaq. O kardioloqu güvənə biləcəyimiz kardioloq olmalıdır və o doktorlarla bizim tanışdığımız, mənim xəstəlikləri bilməyim burada müsbət rol oynayır. İşi sürətləndirir.
Amma yeganə müsbət iş burada bazı ixtisasın həkim olmağa deyil. Çünki mən bu tibbi fəaliyyətlə məşğul deyiləm. Mən psixoterapevtəm, klinik psixologiya mütəxəssisiyəm. Bazı ixtisasım həkimdir. 2 ali təhsilim var sadəcə. Birinci ali təhsilim tibbdir, ikinci ali təhsilim Sankt-Peterburqda yerləşən Bexterev adına Psixiatri Nevrologiya İnstitutunda klinik psixologiya 2 illik əlavə ali təhsil almışam. 2 diplomum var və klinik psixoloq kimi fəaliyyətdəyəm, həkim kimi yox. Həkim olmağım bəli, bu üstünlükləri verir. Amma yenə də bunu vurğulayacağam. Mütəxəssis, yəni psixoterapiya ilə məşğul olan mütəxəssisin işi öz beyni vasitəsilə sənin beynini sağaltmaqdır. Öz ruh səviyyəsi, emosional səviyyəsi vasitəsilə sənə təsir etməkdir. Ona görə də mütəxəssis gərək özü psixoloji rahatlıq və sağlamlıq içində olsun ki, onun verəcəyi istiqamətlər doğru olsun. Yəni də bəs Plus təhsil. Bizim düşdüyümüz o məsələni tutaq ki, bu kənardan Fikrimi də üzr istəyirəm, bu cümləni tutarım ki, həmin mütəxəssis də yaxşı mütəxəssisin yanında superviziya və bir sağalma mərhələsi keçməlidir ki, sonra insanlarını işləsin. Mən məsələn psixoloqlar üçün belə kurslar təşkil edirəm. Fərdi, 2-2, 3-3. Onlar çox gəlib gedirlər. Psixoloqlar mən o cür işləyirik. Özlərinin problemlərini həll edirlər. Təsəvvür edin ki, dərs keçməyin 70% öz problemini, psixoterapevtin öz şəxsi travmalarını həlli ilə keçir. Öz travmasını həll etməyi öyrənənlər başqasının travmasını həll edə bilərlər. Yalnız bu şəkildə əsas vacib olan. Bir də mən üçün məsələn tutaq ki, panik atakdır və yaxud da həyəcan, təşviş, qorxusudur və yaxud da insanın depressiyaya düşməsidir. Mən bildiyimə görə bunlar həm də bədəndə gedən vitamin çatışmazlığı, mineral çatışmazlığının fonunda da baş verir. Fonunda ola bilər. Fon ayrı şeydir, amma səbəb deyil onlar. Deyirlər vitamin D depressiya yaradır çatışmayanda. Xeyr, depressiya D ilə başlayır. Ona görə deyil. Vitamin D3 xroniki yorğunluq hissi halı yarada bilər, olmasa çatışmasa vitamin D. Amma depressiya başqa şeydir. Depressiv pozuntu sırf psixoloji sahəyə aid, psixi sahəyə aid bir problemdir. Onu biz bədənlə bağlamayaq. Bədən xəstəlikləri məndə posttravmatik stres və təşviş yarada bilər. Onkoloji xəstəlik, xərçəng məndə depressiya yarada bilər. Amma o mexanizm yenə psixoloji mexanizmdir. Xəstəliyə münasibətdən yaranır bu. Xəstəliyin özü altdan bunu yaratmır. Xəstəliyin bilir, travmalar o cür yaranır posttraumatik stressdən sonra. Ona görə bu yəni doğru həqiqət, doğru deyil. Somatopsixika deyəndə mən bədənin psixikamıza təsir edəndə xəstəliyə olan münasibətin mənim psixikama təsirindən danışıram. Xəstəliyin birbaşa təsirindən danışmıram. O yalandır. Əziz dostlar, biz indi Qara Qırmızı podkastında Əli bəylə danışırıq bu mövzuda, amma bu haqqda daha geniş, bundan əvvəlki Sağlam Həyat podkastımızda danışmışıq. Orada onun linki çıxacaq buradan, kartı çıxacaq. Ona tıklayaraq daha ətraflı bu müsahibəni izləyə bilərsiniz. Əli bəy, mən sizə təşəkkür edirəm. Mən əslində sizinlə saatlarla, bəlkə də günlərlə danışmaq olar. Çünki insan psixologiyasının hədsiz, hüdudsuz yoxdur, mövzular o qədərdir ki. Ona görə biz inşallah yenə sizlə bir davam eləyərik bu layihəni. Mən mütləq vurğulayacağım. Yəni tamaşaçılarımız da bizim videomuzun altına kiminlə sualı varsa, kiminlə narahat eləyirsə və yaxud da razılaşmadığınız məqamlar varsa, indi mən Əli bəyi danışdırmaqdan ötürü arada biraz qadınların üzərinə getdim. Üzr rəzab eləsinlər, amma normalda elə düşünmürəm mən. Qorxursa qadınlardan deyəsən. Yox, qorxmuram. Sadəcə olaraq sizi daha çox danışdırmaqdan ötürü, sizin daha çox fikirlərinizi eşitməkdən ötürü belə taktikaya yol atdım doğrusu. Təşəkkür edirəm sizə, var olasınız. Mütləq vurulamaq Yaxşı ki, gəldiniz. Bayaq sözü kəsmək kimi çıxmasın, üzrsən bunu deyim. Müsahibimdən söhbət eləyən, sual verəndən çox şey asıldı. Mən sizə minnətdarlıq bildirirəm şəxsən. Auranıza görə, yanaşmanıza görə, idrak səviyyənizə görə və verdiyiniz sualların məndəki bilikləri üzə çıxartmaq genişliyinə görə minnətdarım. Təşəkkürlər. Buyurun. Çox sağ olun. Əziz dostlar, videomuzu bəyənməyi, paylaşmağı və şərh yazmağı unutmayın.